Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki, bəlkə təqvalı olasınız. Bu ilahi çağırış insanı öz əvvəlinə qaytarır. Ey insan, düşün, səni yoxdan kim var etdi? Kim sənə ruh, ağıl, his, iradə verdi? Kim kainatı sənin xidmətinə təqdim etdi? Günəşi, suyu, torpağı, nəfəsi, hamısını sənə ram edən bir yaradan var. Biz özümüz bəzən bir robot və ya texnoloji cihaz düzəldirik. Onun hər bir hissəsini planlaşdırır, birləşdirir, proqramlaşdırırıq. Sonra da təbii hesab edirik ki, o bizim əmrlərimizə tabe olmalıdır. Əgər robot əmrlərimizi yerinə yetirməsə, deyirik, sistemdə nasazlıq var. Çünki biz onu yaratmışıq və onun üzərində sahiblik haqqımız var. Amma qəribədir ki, biz robot üzərində bu haqqı tanıdığımız halda bizi yoxdan var etmiş Allaha bu haqqı çox vaxt tanımırıq. Onun əmrlərini qəbul etməmək, onun qanunlarından uzaq yaşamaq sanki normalmış kimi davranırıq. Halbuki, əgər bizim yaratdığımız cansız bir cihaz bizə itaət etməlidirsə, onda bizi yaradan Allaha itaət etməmək necə məntiqli ola bilər?